Bir dəfədə olsun direktorunuzun gözlərinə baxıbsınızmı? Hatırlamağa çalışın. Bir dəfədə olsun gözlərini qırpıbmı? Bu, təhsil müəssisəsinin qaydaların pozulmaması ilə bağlı 3-cü səviyyəli xəbərdarlıqdır. Şagirdlərə və işçilərə diqqətlə qulaq asmaq tövsiyə olunur. Bəlkə də bu həqiqəti söyləyən yeganə verilişdir. Arvol direktoru kimi tanınan bir adam 6 il ərzində məktəbdə vəzifəsini icra etdi və bütün bu müddət ərzində nə iclaslar zamanı, nə səhər elanları zamanı, nə yanğın təlimləri zamanı, nə də elektrik enerjisi kəsiləndə heç kim onun göz qırpdığını görmədi. Şagirdlər qurumuş şüşəli gözlər və lazım olduğundan çox əks olunan baxışlar barədə məlumat veriblər. Bunun təsadüf olduğunu düşünə bilərsiniz. Bəlkə sizə də bu sadəcə bir şayədir deyiblər. Onlar ağac divar saatının hər dəfə 5 dəqiqə irəli getməsini də izah etmir. Budur bildiyimiz. 6 il əvvəlki direktor yoxa çıxdı. Vida və elektron poçt olmadı. İdarə heyəti heç nə açıqlamadı. O səssizcə iş təcrübəsi olmayan, tərcümeyi halı olmayan və keçmişi olmayan biri ilə əvəz olundu. İllik kitablarınızı yoxlayın. Şəkli heç vaxt aydın deyil. Hər il eyni bucaq, eyni duruş, eyni təbəssüm. Ofisinin qapısı sakitcə bağlanır. Amma heç vaxt açılmır. Əsl direktor heç vaxt geri qayıtmadı. Bu mesaj bir neçə tələbənin ona diqqət yetirməyə başladığı üçün göndərilir. Nahar vaxtı baxdı, seyr etmədi. Baxın, hərəkət etməyin. Sadəcə baxın. Əgər onu koridorda görürsünüzsə, gözlərinə baxmayın. Əgər onun ofisinə çağırılırsınızsa, içəri girməzdən əvvəl vaxta baxın. Cavab 10 dəqiqədən çox deyilsə, bir daha qapını döyməyin və əgər onun göz qırpdığını görsəniz, bunu etməməlisiniz.